O vaxt Nona Paçvaşvili təzə ərə getmişdi. Ona demişdilər ki, filmə əlaqədar hamilə olmasın. O da söz vermişdi. Nonanın əri Tamazi Bakıya ilk çəkilişə gəldi. İnturistdə qalırdılar. Gecə Nonanın ərini maqnitofondan tok vurdu. O, Gürcüstanda bir nazirin oğlu idi. Çox da yaraşıqlı oğlandı Tamazi. Çəkilişlər dayandı, yas mərasimi oldu. Çəkilişlər bərpa olunanda gördük ki, Nona hamilədir. Amma buna görə ona heç kim heç nə deyə bilmədi. Mən onu 40 ildən sonra ilk dəfə gördüm və tanımadım. Bu haqda 1 saatlıq film çəkildi. O, qatardan düşəndə bizi çəkməli idilər. Amma Nona vaqondan düşəndə onu görmədim, o da məni tanımadı. İkinci dəfə çəkdik. Elə oldu ki, mən Leningradda 5 il kinorejissorluqda oxudum, çox gəzdik dolandıq, Nona ilə görüşmədim. Amma çox mehriban olmuşuq. Ona bir qardaş kimi olmuşam. Anası ilə də yaxın münasibətimiz var idi. Xətrimi çox istəyirdi. İndi də hərdən bir zəngləşirik. Hazırda Nonanın çalışdığı teatrın direktoru Ad Günü filmində baş qəhrəmanı oynayan aktyordur. Əməkdar artist Elxan Qasımov.